bir məsələ. Biz bir nəfər Cənubi qardaşlarımız hamının qəbul etdiyi bir dənə lider olmalıdır. Lidersiz heç bir doğru gedə bilməz. Yəni bütün hamının qəbul etdiyi elə bir şəxs olmalıdır ki, bütün hadisələri o şəxsin ətrafında yoxsa çoxbaşlı bir yolla heç bir milli azadlıq hərəkatı qələbəyə gedə bilməz. Yəni 10 dənə, 15 dənə lider var və s. və s. Bizə xalqın birliyi lazım. Bu birlik üçün vahid təşkilat olmalıdır, vahid ideya olmalıdır və vahid lider olmalıdır. Ondan sonra nə etmək lazımdır? Əslində baxsan biz siyasi işin gərəyini Cənubi Azərbaycanla bağlı yapmamış. Bu nədir? Təbliğatdır, təşviqatdır və təşkilatdır. Biz hələlik təbliğat mərhələsinin özünü belə düzgün qurmamışıq. Yəni bir dənə metodik şəkildə xalqa nəyi vermək istəyirik, hamıya nəyi başa salmaq istəyirik, cəmaət